Sabahlarınız aydın olsun. Bugün Qurban Bayramıdır. Hamınızın bayramını təbrik edirəm. Neçə belə gözəl illərə, bayramlara çıxasınız. Biz də belə bayram ətimizi qoymuşuq bişməyə. Bişsin günortaya hazırlayacağım. Hamınızı ürəkdən təbrik edirəm. Hamınıza bol ruzi, xoş günlər, bayramlar arzu edirəm. Neçə gözəl bayramlara çıxasınız. Hər kəsin qazanı qaynar olsun. Tək bayramlarda yox, hər zaman Allah ruzinizi yetirsin. Öpürəm hamınıza çoxlu-çoxlu. Biz də bayramı başlamışıq. Bayram günümüzü başlamışıq. Belə qurban ətimiz var. Onu qoymuşam bişməyə, bişsin. Günortaya yemək hazırlayacağam. Belə günlük. Burada mənim belə güllərimi yenə suya qoymuşam. Qoy bunu da sizə göstərim. Zuzi qırıb bu güllərimi. Buna baxın. Deyirəm ay Zuzi, bunun çiçəklərinə bax, balalarına bax. Bunu adam qıyarmı? Bunu da bax. İkisini də eyni gündə çıxdı üstünə qırdı. Zuzi qırıb bunları. Bu hətta çiçəyi də açıb. Suda açdı çiçəyini. İndi qoymuşam suya. Biraz kök atsa inşallah əkəcəm yenidən. Qazım yemək pişirəm deyənə silməmişəm. Bugün səhər çay qaynayıb daşıb. Bu qaynasın, kəpini yığım. Qaşıq verərsən fidan mən kəpini yığa. Belə yavaş-yavaş baş işlərimi görürəm. Soğanı ilə kartofumu doldururəm. Ətin köftəni çox az yağ əlavə eləmişəm. O da hər yer pıs-pıs olur. Burada ətini belə qəşəng köftətmişəm. Yumuşaq bişib. Əslində ciyərimizdə var, amma istəmədilər. Bizdə uşaqlar məsələn toyuq falan yeməklərini çox istəyirlər, amma belə ət yeməklərinə çox üstünlük vermirlər. Dolmanı çox sevirlər. Elə deyirəm, az sulu belə souz eləyim. Quzu ətidir. Ətimi də əlavə elədim. Sonra duz, istiot, sarı kök və tomat. Ədva olaraq da bunları əlavə elədim. İndi qarışdıracağım. Bir damcı da suyundan əlavə eləyəcəm. Evdə pomidor, biber də var. Bilmədim qatılacaqsın. İndi doğranıbdır, amma böyük kənərdir də. Biraz çəkləsi götürməliyəm. Bilirsiniz, dolma çox sevilir bizim evdə. Ona görə keçdim ətimi təmizləməyə. Yavaş-yavaş təmizləyim. Sizlə bərabər görək neyinirik. Ətlərimi doğramağa başladım. Tikələri ayırıb, daha sonra əti çəkəcəm maşından. Çünki bizdə ən çox dolma sevilir. Bozbaş falan, uşaqlar buğlama, bozbaş çox sevmirlər. Yoldaşım da mən, mamam sevirik, yəni bizə fərqi yoxdur. Amma uşaqlarım çox istəmir. Ona görə mənə ən yaxşı, ən çox istifadə etdiyim çəkili ətdir. Dolma, kotlet, nə bilim belə qarnir düzəltmək üçün. Ancaq o mənə lazım olur. Etimi çəkib hazırladım. Bir yumru da belə bozbaş götürdüm. Bir yumru indi bişirəcəm. Qoymuşam pörtlənsin sabaha bişirməyə. İndi pay eləyim bunları. Bunu paketi aç. Yox, soğan bişirəndə. O bir paketlərdə aç. Əvvəl soğan vururdum, mamam eləyəndə, mən amma vurmuram. Hə, o yaç. Birində. Birində aç. Mən həmişə belə tuturam. Yəni bu özümüzə də pulunu. Bu yeç oldu. Bunlardan hepsi biraz yeşil. Elimde birisi. Yox, əlimdə bilirəm. Bu da biri. Bunu da saxlayacağım pişirməyə. Qəfildən işığımız söndü. Eyb yox, yenə də enerjimizi pozmuruq. Yəqin ki, bir 15 dəqiqəyə yanar. Belə gətirdim, axşama da fikirləşdim ki, nə eləyim. Axşama da belə dana ətindən belə əti pörtətmişəm. Baxın, belə qızardıram yağda. Bəh-bəh. Qəşəng qızarır yağda.
Burada da belə su qoymuşam aş üçün. Aş dəmləyirəm. Olmazsa olmazımız. Bayram ərəfəsidir, mütləq yeməliyik. Aş dəmləyirəm və üzərinə də bu ətdən qoyacağam. Yeyəcəyik. Afiyetlə yeyəcəyik. Soğanca zad eləmirəm, elə mal ətidir. Belə pörtətmişəm. Sümüklü olanı da var 2 dənə, qalanları da tikədir. Elə düyünün üzərinə qoyub yeyəcəyik inşallah. Allah nəsib eləsin. Belə bunu da gətirim qapaq qoyum ağzına. Düyümü də tökdüm. Qaynayır artıq. Süzməyinə az qalıb. Qazmaq falan eləməyəcəm. Elə bir dənə sarkök, yağ, bir dənə da dəmə qoyacağım. Vəssalam. Dəndən qalır bizim düyülər. Baxın, nə gözəl dəndən. Gedim çəkim, uşaqlar yesinlər, acıb hamı. Ətrini sizə göndərə bilmirəm, heyf ki. Gedim başqaplara çəkim. Yeməyimizi yeyirik. Yeməyimizi falan yedik. İndi burada oturmuşuq, kinoya baxırıq. Bu videom yəqin ki qısa olar, yükləmərəm. 1-2 gündə üzərinə çəkim. Uşaqlar bayramına alış-verişə çıxmaq istəyirəm. Onu da çəkib bu videomun arxasına qoyacağam. Elə həm uşaqlar gününü, həm bunu birlikdə izləyərsiniz. Belə advent kalender var. Belə rezin var. Nerede bir şey var bizim kızlarda bunlar. Böyle var. Çok güzel şeyler var. Aylin görse bayılacak buna. Bir de bu. Bunlar da qəşəngdir. 2 manat. Bizdə çox sevmirdi elə şeylər. Bunlar sajı. Bu nə maraqlıdır. Buna baxıb 1 manata xoşuma gəldi nəyinəsə. Stitch. Bu da maraqlıdır. Kiraz. 1 manata. Çox ucuzdur kutu da. Şeyler. Oy. Düşürdüm. Bir də bunlar. Abadaklar. Bir də belə var. Ama ədədlə satılır, paçka ilə 2 manatla bu qədər neyinirdi? Çoxdur. Belə şeylər. Darıqlar bizdə çoxdur, belə şeylər. Rezin. 1 manat. Yaxşı. Lavabo. Belə var. Seti var. Uşaqlar üçün belə. 5 manat. Bu var. Adam qararsız qalır burada nə alsın. Belə Pandora var, belə var. Bax bu da var. Ondan sonra belə bir şeyler var, belə şey var. Bu da qəşəngdir. Belə maraqlısı da var, bu da. Bu da qəşəngdir. Fili de var. Belə rozvosu da var. Bunlar da qəşəng. Bunlar da böyüdü. Bunlardan var.
Belə var. Bu nədir? Əzək, balıq. Balıq ama leçəlidir. Onda qərar verərsən sonra. Gəl. Görmədim. Hala, indi mən sizə göstərəcəm. Deməli, xalalar, bazarlığımı elədim. Mən aldığımı aldım. Bir-iki şey də var, onu hələ göstərməyəcəm. İnşallah dənizin ad gününə göstərərəm. Deməli, Ailişkanın hədiyyəsi burada. Biz almışıq bunu. Belə ayıcığı var. Bunu biz almışıq. Bunu da sinif yoldaşı alıb hədiyyələşmə elədilər. Biz başqa uşağı aldıq. O da Aylinə. Bu da Aylin hədiyyələri. Aylin bir-bir hədiyyələrini göstərsin. Çünki evə qədər dağıdır. Hə, göstər. Dəniz pəncərən bağla. Müəllimə almışdım. Mən çox bəyəndim. Biz müəllimə, bu arada bizə müəllimə düşmüşdü. Müəllimə də iştirak etmişdi. Püşk atma eləmişdilər. Bizə müəllimə düşmüşdü. Biz də müəllimə üçün aldıq. Onu heyif göstərə bilmədim. Şəklini tapsam buralara bir yerə qoyaram. Bir dənə qələm. Aha, müəlliməmiz də çox bəyəndi bu arada. Hə, belə bir tüklü qələmdir. Çox bəyəndim. Anama deyəcəm bir dənə dəftər alsın. Bunlar yazsın. Aha, sonra boksdur da elə. Hə, boksdur. Belə bir Lego çox bəyəndim. Evə gedən kimi eləyəcəm. Bu Legodur. Çıxardım, göstərdim. Hə. Dəniz şişən bağlar. Səs olmur. Hə. Belə Lego var. Hə. Bunlar qaralar deyəsən gözləri. Sağ ol. Hə, bu da, heç bunu göstərmirəm sizə. Qutusu evdədir. Bu da Fidanın uşaqlar günü hədiyyəsidir. Bilirsiniz, bunun mavisi mən Fidana almışdım, amma qırdı. Hə, sonra bunu hədiyyə olaraq istəyirdi. Mən də elə 1 iyuna bunu aldım. Uşaqlar gününə özəl Fidaşkaya. Mübarəkdir. Hə, qayıtdıq Aylinə. Xalar, bunu anam da mənim üçün alıb. Bəlkə danış. Hə, xalar, bunu anam da mənim üçün alıb. Tulay sinif yoldaşım da alıb və Hüseyin də. Bu belə bunu bəzəyirsən, çərçivə kimi belə qoyursan. Hələ evdə var, tam yarımçıq ucazmıyor, çünki çox zordur. Heç olmasa bu balacadır biraz. Aha, sonra nəsə var? Bir də belə bir şey var. İçində yonanı, pozanı, nə bilim, xətkeşi. Xalar, orada bu nədir desəniz, bunların elə bir Başına taxsın. Hə, belə bir dəstə var. Bu da bizim boksumuz. Amma Hüseyin deyir ki, deyir, Hə. bunu deyir, göstərir mənə bir baxırda. Hüseyin də orada deyir ki, Çörək. Deyişməyəsə şeylər deyil. Pəmbe olduğu üçün deyil, bilirəm. 2 dənə alarsan. Belə, bu qədər. Belə həmişə uşaqlarınız hədiyyəli olsun, bayramlarda olsunlar. Bir daha bütün balaları təbrik eləyirəm Aylinin timsalında, öz Dənizkanın, Fidoşkanın timsalında. Bütün balaları təbrik eləyirəm. Arzu eləyirəm ki, övladlarımızın həmişə övladlarımızdan sevinək. Allah onları bizi onlara çox görməsin. Yavaş, qapını açma. Qapını açma. İşdən partlayıram. Hə, gedirik. Maşın dayanan kimi isti olur. Nə deyəcəkdim? Yarımçıq qaldı. Allah bütün balaları qorusun. Allah onlar mələkdirlər, onlar ağ vərəkdir. Biz onları yaxşı mənada hər zaman yönləndirək. Hər zaman necə deyim, həyatları xoş günlər olsun həyatlarında.
hamınızın balalarını öpürəm, hamısını təbrik edirəm, ürəkdən təbrik eləyirəm. Uzun ömür, ən əsası uzun ömür, can sağlığı arzu edirəm. Hər zaman bayramlarda, xoş günlərdə olsunlar mənim əziz balalarım, şirinlərim, izləyicilərimin övladları. Bilirsiniz, bir də özümüzü təbrik eləyirəm. Ruhu hələ uşaq qalanları təbrik eləyirəm. Ruhu, qəlbi, ürəyi saf olanları, uşaq xəyalı ilə olanları, uşaq kimi ən xırda belə bir şeyə sevinən bacılarımı, xalalarımı, analarımı təbrik eləyirəm. Yəni yaşın fərqi yoxdur. 1 iyun bütün uşaq xəyal olan, uşaq saflığı məsumlu olan hər kəsin bayramıdır. Danış. Bu arada xalalar saçım necədir? Saçı qəşəngdir. O güldür də, bu güldür, çiçəkdir bu. Belə. Mənim ailəni. Arxada bir dənə burada razvorka gedir ayaqqabı ilə. Dəniz yaxşı var. Çünki dəniz çox qəşəng saç yığır. Dəniz yox, bacım. Yəni bacım, dəniz bacım, yəni güllü. Hədə bacım. Ayaqqabısını geyinməyə çalışıb çıxardım, indi də geyinə bilmir. Bacım çox qəşəng saç yığır. Şəfi elə. Hallar, bacım məktəbə səhər-səhər getdidə gedir və mən də saat 6-da yanmışam ki, bacımın belə saç verdirir. Qatım. Dənizə hədiyyə almamışam 1 iyuna görə. Elə bilməyin ki, onu ayırıram və yaxud da bəziləri var da o dəqiqə yazmasın. Mən onu ayırmıram. Sadəcə olaraq 4 iyun mən çiçəyimin doğum günüdür. İnşallah 4 iyun bu hədiyyəsi ilə birlikdə verəcəm. Yəni özünün də seçimi belədir. Hər ildə belə eləyirik. Bu arada xalalar, mən sinif yoldaşımı onun ad günü veriyorum və şeydir. 4. Bacımın, hə? Bacınki 4-dür. Hə, bilirəm. 12 iyundadır. Ona görə. Belə gedək. İyun ayı nə deməkdir? Deməli, yay gəlir. Dondurma yeyə biləcəyik. Yeyə biləcəyik. Sən maydan yeyirsən dondurmanı. Girəndə gedirəm. Biz gəlmişik, evdəyik artıq. Biraz bugün çox hərəkət eləmişik. Yorğunuq. Oradan da bəzi işlərimiz var idi. Onları həll elədik. Bu videomu izləyin xalalar. Abunə olun, dəstək olun, bəyən düyməsini basın. Gözəl rəylərinizi gözləyirəm. İnşallah bundan sonraki vlog Dənizin ad günü vlogu olacaq. Hamınızı öpürəm. İzlədiyiniz üçün minnətdaram. Təşəkkür edirəm. Yəqin ki, bizi başa düşürsünüz gec-gec vlog. Yəni çalışdığım qədər tezləşdirmək istəyirəm. Amma vlogumuz gec olanda da bizi gözləyin, narahat olmayın. Harda var gələcəm. Sağ olun. Hələlik.